Bugün sizlərə ətraflı yazı tələb edən tapşırıqlardan alkanlar, disikloalkanlar bölməsinin izahını vermək istəyirəm. Bizə birinci sualda deyir ki, etan və oksigendən ibarət mol sayı bərabər olan bir qarışıq var. Reaksiyadan sonra alınan qaz qarışığının həcmini və reaksiya zamanı 54 qram su alınmışsa deyir. Deməli, C2H6-nı gəlin yandıraq. Etanı yandırdıqda karbon qazı su əmələ gəlir. Əmsallaşdırma aparsaq bu hissədə etanın qabağına 1, 2, oksigen qabağına 1, 7, karbon qazına 4, oksigenə də suya da bir 6 mol düşür. Mən burada görürəm ki, reaksiyada deyir, bunlar bərabər miqdarda götürülüb. Biz həmişə bərabər mol miqdarda götürdükdə həmişə böyük mol miqdarında götürməliyik. Deməli, bunları 7, 7 götürməliyik. 7, 7 götürdükdə mən görürəm ki, oksigen tamamilə sərf olur. Deməli, 7 moldan sərf olana görə getsəm, 6 vuraq 18 qram su alınırsa, N qədərdən nə qədər alınıbdır, özü veribdir 54. Buradan N'i tapsam, N bərabər də olacaqdır 3,5 mol. Deməli, bunlar hər ikisi 3,5 mol nə edilib, götürülübdür. Deyir, reaksiya zamanı bu qədər su alınmışsa, N'i müəyyən edin və X-i hesablayın. Deməli, X-i hesablaya bilməkdən ötürü N'in qiymətini tapdıq 3,5. Bu hissəni silirik. Mən görürəm ki, bunları biz 7, 7 götürməliyik dedikdə 3,5 götürmüşəmsə hər ikisini. Bunun yarısı qədərdirsə, onda oksigen də etan da yarısı qədər götürülməlidir. O zaman 1 mol. Mənim əlimdə 3,5 mol etan var. Onun 1 molunu sərf eləyirəmsə 2,5 mol etan C2H6 artıq qalır. Oksigen tamamilə sərf olur. Buradan alınan nəyi də tapmalıyam mən? X-i tapın. Reaksiyadan sonra artıq qalan qazın həcmini 2,5 mol etan artıq qalmışdı. 2,5-i də vururam 22,4 litrə. Buradan da qiymət çıxır 56 litr. Bu oldu birinci testimiz. Davam edək ikinci testdən. Bizə burada qeyd edir ki, XY alkanlarıdır. Qeyri-polyar kovalent rabitələrin sayı bərabərdir. İkili karbon atomlarının olub olmaması. Deməli, bu elə butandır. Bir də izobutandır. İkili karbon atomu yoxdursa izobutandır. Baxın bu. Digəri isə Y isə ikili karbon atomu varsa, deməli o da normal butandır. Deyir, XY molekulunda rabitələrin yaranmasında 52 elektron iştirak edibsə, alkanların ümumi formulu CnH2n plus 2-dir. Ümumi atomların sayını toplayıb üstündən 1 çıxanda 3n plus 1 rabitə eləyir. Bunu da 2-yə vuranda eləyəcəkdir elektron sayı bərabər eləyirəm 52-yə. Buradan 3n plus 1 bərabərdir. Eləyəcəkdir 26. 3n bərabərdir. Burada 2 dənə olduğuna görə 2 molekul X-də, Y-də, ikisi də bir yerdə. Təzdən bir dəfə də 2-yə vuracam. Onda 4 vurulmuş kimi qalır 52. Sonra buradan 3n plus 1 bərabərdir. 52-ni 4-ə böləndə 1, 3, 13. Bu tərəfə gedir. N bərabər də 4 çıxır. Həqiqətən mən burada gördüm ki, N'im 4 imiş elə. Deyir, A-nı və X-in beynəlxalq üsulla adını müəyyən edin. X-in beynəlxalq üsulla adını müəyyən edəsi olsam, uzun zəncir seçilir. Nömrələsəm 1, 2, 3. 2-yə birləşmiş 2 metil. Uzun zəncir propan. 2 metil propan. A-nın qiyməti qeyri-polyar kovalent rabitələrin sayı. Qeyri-polyar kovalentlər də sigma karbon-karbondur. 4 karbon var. O da qiyməti 3 eləyəcək. Karbon sayından bir vahid aşağı. Sonra gələk Y-ə. Bizə deyir T2 böyükdür T3-dən, T3 də böyükdür T1-dən. Olarsa X-in səmərəli üsul adını və Z-in molekulunda ikili karbon atomları sayını müəyyən edin. Pentandır. Biz pentanın 3 formasını görməliyik. Məsələn, pentanın indi karbon saylarını hidrogen yazmayacağım. Bu şəkildədir normal. Sonra bir dənə belə nümayəndəsi var. Bir dənə də bu nümayəndəsi var. Bunlarda ən az qaynama temperaturu T1-dədir. Şaxələnmə artdıqca qaynama temperaturu azalır. Deməli, onda ən çox şaxəli olan T1-dirsə, bu X-dir.
Sonra ən çox şaxələnmə, ən az şaxələnmə olanda ən çox qaynama temperaturu olur. T2, o da Y budursa, Z də bu olmuş olur. Deyir X-in səmərəli sullu adını müəyyən edin. X buydu. Bunun səmərəli adını ifadə eləsəm 1, 2, 3. 2, 2 dimetil propan olacaqdır. Bir də məndən nə istəyir? Z-də ikinci karbonun oksidləşmə dərəcəsinin birinci karbon, ikinci karbon. Bu SH vəziyyətində olacaq. Hidrogen müsbət 1, onda bu -1 düşmüş olur. Növbəti keçək dördüncüyə. Bize deyir ki 11,2 litr propanın tam yanmasından alınan qazın kütləsi 800 qram natrium hidroksitdən buraxdıqda normal duz alınır. Natrium hidroksitin suda məhlulunun qatılığını və alınan duzun mol sayını müəyyən edin. Deməli, ilk öncə biz buradan C3H8'dir, yandırıram. Birbaşa 3 mol karbon qazı alınır. Bunun 1 molundan 3 mol karbon qazı əmələ gəlirsə, 11,2 litrdə 0,1 moldur. Buradan da x mol alınır. X də bərabər 0,3 mol karbon qazı. Natrium hidroksid ilə CO2'nin reaksiyasından normal duz alınıbsa, deməli 1'in 2 nisbətində reaksiya daxil olublar. Bu zaman karbon qazım 0,3 moldursa, normal duzun alına bilməsi üçün isə natrium hidroksid olmalıdır 0,6 mol. Məndən də 800 qram X faizli bir məhluldur deyək də. Buraq 800 qram X faizli bir natrium hidroksiddir. Mən də tapmalıyam ki 800'ün neçə faizi? 0,6 molu vurmalıyam 40'a. Bu 0 ilə bu geçsin 24'e bərabər olsun. Yəni 800'ün X faizini tapıb 24'e bərabər etməliyəm. Və bu zamanda buradan çıxır 15. Burada mən bir şeyi səhv elədim hesaplamanı. 11,2 litrimiz 0,5 moldu. Burada həll etdikdə qiymət çıxmalıdır 1,5 mol. Əgər mənim qələvim 1,5 moldursa, karbon qazım 1,5 moldursa, 3 mol natrium hidroksid götürülməlidir. 3 mol natrium hidroksidin kütləsi isə vuracam 40'a 120 eləyəcək. Burada 120'ye bərabər eləyəndə x çıxmalıdır 15 faizli olmalıdır. Buradan bunu tapdım. Məndən isə istəyir ki, natrium hidroksidin faizindən əlavə alınan duzun molunu da tap. Alınan duzumuz da natrium 2SO3 plus H2O olmalıdır. Burada əmsallaşdırmaya ehtiyac yoxdur. CO2'nin mol miqdarı qədər, yəni 1,5 mol duz alınmış olacaqdır. Növbəti keçək 5 nömrəli sualımıza. Burada bizə qeyd edir ki 3 mol bu, Y mol bu maddələr alınır. 2-3 dimetil butan alınır. Dimetil butan deyirsə 4 dənə karbondur. İkinci ilə üçüncüdə metil var. Deməli belədir, simmetrikdir. Pentan deyir. Pentan deyirsə 5 dənə karbon var. İkincidən, bir də üçüncüdən metil var. Bunun bu tərəfini kəsəndə mən görürəm ki, bax bunun busu burada var. Bu bir dəfə özü-özündən birləşib. Bunun indi bu tərəfi bununla birləşib, amma özü-özündən birləşməyib. Onda bunun eynisini gəl yazaq. Eynən baxın, bunun elə bir zənciri ikiləşmiş versiyasını çəkdim. Məndən istədiyi isə bunun deyir alınan maddənin 1 molun tam yanmasına alınan suyun mol miqdarını və A maddəsinin molekulunda olan ikili karbon atomlarının sayını tap. İkili karbonlar budur, bir də budur. 2 ədəddir ikili karbonların sayı. Burada neçə karbon var? 8 dənə. C8, H, 16, 18'dir. Əmələ gəlməsindən də 9 mol su, yanmasından da 9 mol su çıxacaqdır. Cavab da bu şəkildədir 5-ci testdə. Sonra gələk 10 nömrə 6-ya. Deyir 1,5 dixlor 2,4 metil heksanın qızdırılmaqla sinklə reaksiyasına alınan maddənin molekulunda üçlü
və birli karbon atomlarının sayını müəyyən edin. Deməli, gəlin biz burada heksan dediyinə görə üzvü maddələr arxadan önə doğru yazılmalıdır. Heksanda 6 dənə karbonu yazıram. 1, 2, 3, 4, 5, 6. Sonra birincidən də xlor var. Bir də 5-cidə də xlor var. Sonra ikincidə metil var. Bir də 4-cüdə metil var. Yəni 1, 2, 3, 4, 5, 6. Buna sinklə təsir eləyəndə dihalogenli törəmələrə və bir-birindən uzaqlara burada zəncir qapanacaq. Zəncir 1 ilə 5-də qapanacaq. Ona görə belə bir F forması alıram. Bunu istədiyim yerdən 1, 2, 3, 4, 5 nömrələyirəm. İkinci karbondan metil çıxmışdı. İkincidən bir dənə metil qoyuram. Bir də 5-in 4-cüdən çıxmışdı. Bir dənə də bura metil qoyuram. Çünki buna 4 demişəm axı. Bu şəkildə yerləşdi. İndi məndən nə soruşur? Deyir ki, reaksiyadan alınan molekulda üçlü karbon atomlarının sayı tap. Üçlü karbon, bax bir buradakı karbondur, bir də buradakı karbondur. Üçlü, bir də birliləri istəyir məndən. Bir də onu qeyd edeyim ki, burada da bir dənə karbonum var idi. 5-ciyə birləşmişdi. CH3 radikaldan kənara bu qalıbdı. Üçlü karbonlar bax bunlardır. Bunlardır. 3 dənə üçlü var. Bunlar da 3 dənə də birli var. Bunları istəyir. Birli və üçlü karbon. 3 dənə üçlü, 3 dənə birli karbon var. Gələk 7-yə. 7-də deyir alkandır, tsikl alkandır. Hibrid orbitalların sayı birində N'dir, birində N plus 8'dir. Bunların hər birində hibrid orbitallar 4N düsturundan tapılır. Yəni 4 ədəd artıqlığı var, bir-birindən eynidir. Burada 8 dənədirsə, deməli bax bunun karbonu hər nədirsə, bunlar bir-birindən 2 dənə karbon qədər fərqlənirlər. Məsələn, bir dənə alkan götürüm, tutaq ki, olsun, nə bilim, metan CH4. O birisinin bu hibrid orbital fərqi 2 karbonunkuna bədəldir. Yəni 2 dənə sp3 halında olan karbona. Bu zaman tsiklolarda da birincidən 3 dənə artıq olan karbonları götürün. Məsələn, elə bir şey götürüm ki, karbon sayı olsun da, məsələn, olsun bu propan. C3H8 çünki bunlarda ilk nümayəndə 3-dən başlayır. Ondan 2 dənə də artıq olsa C5H10 olar. Bizdən nə istəyir? Emerləri fərqini istəyir. 2 dənə karbon fərqi var. 2 dənə də hidrogen fərqi var. Bu da eləyəcək 24. Bir də nə qədər eləyir? Bir dəqiqə. 24, 20... CH8 bir də C5H10'dur. Aralarındakı fərq 2 dənə karbon fərqi, 1 dənə 2 dənə hidrogen, o da 26 edir. Amma 26 deyil cavab. Yo, 26'dır. Dedim axı, bax bu aralardakı fərqə baxaq, düz hesaplamışdım. 2 karbon, 2 hidrogen, yəni aralarındakı kütlə fərqi 26'ya. Bizdən də A ilə B'nin fərqini istəyir. B minus A-nı istəyir. 10 minus 8 bərabərdir. Eləyəcək 2. 7 nömrəli sual da belə getdi. Sonra gələk propanın monoxlorlu və dixlorlu törəmələrin sayını istəyir. Propan budur. Monoxlorlu törəmələr deyəndə bir bura birləşdirə bilərəm. Bir də bura birləşdirə bilərəm xloru. Ona görə monoxlorlu törəmələrin sayı 2 dənədir. Dixlorlu törəmələr deyəndə buraya birləşdirə bilərəm. 1-ə və 3-ə. Bu bir formadır. Deməli, monoxlorlu törəmə deyəndə ya birinci karbonlu olana birləşməlidir, ya 1-ə və ya 2-yə birləşməlidir. 2 dənə forması var. Dixlorlu törəmədə isə birləşə bilər 1 ilə 3 vəziyyətinə. Sonra birləşə bilər 1 ilə 2 vəziyyətinə. Sonra yerləşə bilər 1-1 vəziyyətinə. Bir də yerləşə bilər 2-2 vəziyyətinə.
Deməli 4 dənə forması olacaqdı. Bizdən də nə istəyir? Eləcə törəmələrin sayını tap deyir. Deməli monoxlorlu törəmələrin sayı 2 dənədir. Dixlorlu törəmələr də burada nömrələdiyim karbonlara birləşən vəziyyətlərdir. O da 4 dənə forması yaranır. Sonra gələk 9-a. Siklopropan və butandan ibarət qarışığın tam yanma məhsullarının qrafikləri verilibdir. Bizdən nə istəyir? Heç nə. Oturaq bunları bir-bir yandıraq və əmsallaşdıraq. C3H6 üstə gəlsin oksigen alınır. Bizə burada karbon qazı verir. Plus bir də çıxır su. Bunu əmsallaşdıraq ki, sonra problem olmasın. Məsələn, bunu 1 mol götürsəm, buna 4,5 mol düşür oksigenin qabağına. Biraz oksigeni bu tərəfdən yazaq. Oksigen qabağına düşür 4,5 mol. Karbon qazının qabağına düşür 3, suyun qabağına düşür 3. Növbəti əmsallaşdırıram butanı. C4H10 üstə gəlinsin oksigen, alınır karbon qazı plus su. Burada əmsallaşdırma aparsam yenə bunu 1 mol götürürəm. Onda buna 6,5 düşür, bura 4 düşür, burada 5 düşür. Deyir ki, ibarət qaz qarışığının tam yanmasının zamandan asılılığı verilmişdir. Başlanğıc qaz qarışığında siklopropanın qramla kütləsini və yanmaya sərf olunan oksigenin mol miqdarlarını müəyyən edin. Deməli, burada ən çox alınan yuxarıda duran karbon qazının kütləsi olur. Ən aşağıda duran isə suyun kütləsi olur. Məsələn, mən bunlara bir A mol desəm, buna bir B A mol, 4,5 A qədər oksigen, 3 A qədər karbon qazı, 3 A qədər su çıxsa, buna da bir B qədər mol desəm, 6,5 B qədər oksigen, 4 B qədər karbon qazı, opşi deməli 5 B qədər də su sərf olunur. Birincisi, gəlin buradan biz neyniyək? Qrafikdən verilən 154 qramı 44-ə bölüm görüm nə qədər karbon qazı eləyir? 3,5 mol. Sonra isə 72-ni bölüm 18-ə görək nə qədər su çıxır? Bu da eləyəcək 4 mol. İndi mən ümumi karbon qazlarının molunu 3A qədər bu, 4B qədər bu. 3A üstə gələk 4B bərabərdir 3,5. Sonra suyun molu da 3A üstə gələk 5B də bərabərdir 4. Tərəf-tərəfə çıxsam o zaman burada B qalacaq 0,5. B'nin 0,5 olduğunu tapanda 2. A'ya da çıxır 0,5. A da çıxır 0,5. Buradan da məndən nə istəyir? Propanın kütləsini tapmağımı istəyir. Propanın kütləsi 44'dür. Daha doğrusu 42'dir. 42. 42'ni vururam 0,5'e eləyir 21 qram. Bir də mənə sərf olan oksigen tapmağımı istəyir. Oksigenlər də 4,5 A, 4,5 A üstə gələk 6,5B. Gətirib yerinə A ilə B'nin qiymətini qoyanda 5,5 mol qiymətini almış olaram. Növbəti 10-cu sualımıza gələk. Deyir, buxar halında olan alkanın 2 litrinin tam yanmasına 25 litr oksigen sərf olunur. Alkan molekulunda olan polyar kovalent rabitələrin sayını tap. Normalda mən bilirəm ki, 22,4 litr olan necə deyərlər, alkanın yanmasına mol miqdarı 3N plus 1 bölək 2 vurulsun 22,4 litr oksigen sərf olunursa 2 mola da 25'dir. Buradan tənasibi həll elədikdə N-ə 8 çıxır. N8 olan da C8H18 olan alkandır. Bunda polyar kovalent rabitələrin sayını istəyir. Molekulunda polyar kovalentlər, karbon hidrogenlər də olar 18 götürülür. Hibrid orbitalların sayı da 4N-dən götürüldükdə 32'ye bərabər olur. Bu da bizim alkan və sikloalkanlardan ətraflı yazılar.